Salam, hörmətli izləyicim. Vətəndaşlar məsulat verir ki, biz sosial yardımlara kredi götürə bilmirik və ya soruşur kredi götürmüşük. Sosial yardım ala bilmirik. Eyni zamanda soruşur var ki, bəs sosial yardımla kreditə görə çıxa bilərəm, yəni borcun ödənməsinə görə. Bütün bu sorulara mən hüquqşünaslar seyircilərə cavab verəcəm. Əgər kiməsə maraqlısa videonun sonuna qədər izləsin. Amma əvvəlcə bir məsələyə toxunmaq istəyirəm. Adeta insanlar diyorlar ki kanunda franşiz qadağandır, etmək olmaz. Amma mən bu YouTube kanalında mən məlumat verirəm ki, insanlar hansı qanun imkanları var, nə edə bilər və hansı belki gücə imtiyazları var. O barədə məlumat verirəm. Nəzərə alın, ona görə abunə olun, imkan daxilində videonu bəyənib qoy hamı. Fərdi qaydada məsləhət almaq üçün mənim telefonuma YouTube kanalında istənilən videonun üzəxi yerində var. Eyni zamanda YouTube kanalı şutulmasında istənilən videonun üzərində var. Ayakı sahibiysiniz. YouTube kanalına abone olma şərəfiniz telefonla hüquq məsləhətin verilməsi olmalıdır. Və sizdən bir məsələni demək istəyirəm. Məni izləyənlər bir kimi əyri olan şəxsən əyri arabasındayam. İstəyən bir yer götürün, əyri dostlarımın əyşini satın və eyni zamanda hüquqi yardım göstərin, gücəşlik edin. Ona görə xeyir axsasını başlamışam. Hər bir vətəndaşdan bir mark kampaniyası ki, kimin nə imkanı varsa oradan şərəfini dəstək olsun. Telefonu ben kartını dediğim kimi YouTube kanalı şutulmasını istenen videonun üzerinde var. Aynı zamanda YouTube kanalı istenen videonun üzeri yerinde var. Destek olun. Ve beğeni kesen mevzuya. Kanunla kredi götürmeye məhdudiyeti yoktur. Onu nəzərə almaq lazım. Ama orada bir incəyi var. Hörmətli izləyici. Minimum ehtiyac məbləğindən 12 misli qədər, yəni 12 dəfə onun altı nəsə bir dəfəyə ala bilməzsiniz. Yəni istər pul olsun, istər əşya olsun. Yəni 285-i 12-yə nə qədər edirsə, yəni o məbləğdə nəsə ala bilməzsiniz. Qanunun qadağandır. Yəni birbaşa məsələdir sosial yardım almaq üçün. Yəni kredit müənnisi törədir. Amma bu qanun vericiyə müənnisi törədir. Eyni zamanda onu qeyd edin ki, əgər kredit alırsınızsa, kredit borcu gelişibsə, o halda da sosial yardım alırsınızsa, həmin sosial yardımdan isə yəni borcun ödəməsinə tutula bilməz. Nəzərə vacib bir məsələdən biridir. Əsas bir məsələdən biridir. Həmin dediyim kimi 285-i 12 nə qədər edirsə, həmin yəni vəsaitdən artıq nəsə əldə edə bilməsi, əşya olsun, məbləğ olsun, fərqi yoxdur. Nəsə oldu, yəni əldə edə bilməzsiniz. O halda sosial yardım dayandıracaq. Amma digər tərəfdən qanun vericidir ki, kredit ala bilərsiniz. Məsələ budur. Gəlib baxıb o görə, məsəl üçün deyən, televiz almışsınız, nəsə almışsınız, məbləğ almışsınız, o halda dayandırırlar. Nəzərə almaq lazımdır. Və həmin əşyanı aldığı gündən gözləmək lazımdır ki, 12 ay geçsin. 12 aydan sonra sosial yardımcı müraciət edə bilərsiniz. Bir daha qeyd edirəm ki, yəni düşünməyin ki, siz sosial yardım alırsınızsa, borcu sosial yardımdan çıxacaq. Yox, elə bir şey yoxdur. O yüzden indi qanun qəbul olunub ki, kreditə telefonunuza alırsınızsa, nəsə bir avadanlıq alırsınızsa, o görsənmir, yəni sistemdə, olmur. Təzə qanun vericə görə. Yəni bankların da xəbər olmur. Bankların belə qabaq mağazinlə göndərdi. Aidiyyəti qurumuna indi göndərmir. Artıq yeni qanuna əsası nəzərə alın. Bir sözlə kredit ala bilərsiniz. Amma gəlib göstərir ki, həmin kredit 285 manatın 12 mislindən çoxdur. O halda dayandıracaqlar. Ehtiyatlı olun bir balaca. Hörmətli izləyici. Üzrünü sayın bir soru dəyib. Səsin ola bilsin pis çıxsın. Diqqətinizə görə çox sağ olun. Abunə olmağı unutmayın. Və dediyim kimi kanala imkan daxilində yəni edin ki, yer götürək. Hər bir vətəndaşdan bir mark kampaniyası başlatmışam. Amma kim imkanı nəyə satırsa, oradan iş etsin. 5 manat, 10 manat indidən başlayaq. Bir daha hamımıza minnətdaram diqqətinizə görə. Çox sağ olun ki, mənim kanalımı izləyirsiniz. 5000 abunə var. Bunu heç olmasa bir 10 minut satdıraq da imkan daxilində. Hörmətli izləyici. Vacib bir məsələdir. Ki nəsə yemək yiyir, ki nəsə söz TikTok'da ona abunə ol var, amma bizə abunə olan yoxdur. Bir daha qeyd edirəm ki, mənim kanalımın məqsədi ondan ibarətdir ki,
Hayvanlara inki insanlar ne yani hansı güceşlere maaşlı qadağaları yok. Qadağaları onsuz da hamı deyir. Diqqətinizə görə sağ ol. Sağ ol.